Hər vaxtınız xeyir. Canınız bir şirin şey istəyəndə və ya torta hazırlayarkən, şirniyyat hazırlayarkən arasına krem sürtmək istəyirsinizsə, yaxın əyləşin, sizinlə paylaşın. Baxın, bu biraz qatıdır. Digəri isə biraz dolu idi. Bir qab qatlaşdırılmış süd götürürəm. 370-380 qram fərq etməz. Onu qabımıza boşaldıq. Bizə bir də kakao lazımdır. Sözün düzü, başqa heç bir şeyə də ehtiyacımız olmaya bilər. Lakin əlavələr də edə bilərik. İndi 4 xörək qaşığı kakao əlavə edirəm. Kakaonun rəngi açıq və ya tünd ola bilər. Əsas onun tamıdır. İstehsalçıdan asılıdır. Ürəyiniz istəyən alıb. Dediyim kimi yenə də 4 yemək qaşığı əlavə edirik və yaxşıca qarışdırırıq. Baxın bu cürə. Biraz qarışdırandan sonra üzərinə 30-35 qram tərəyağı əlavə edirəm. Blenderi götürüb bunu yaxşıca birlikdə çalırıq. Vəssalam, hazırdır. Tez, ləzzətli və bildiyiniz yağdan, bildiyiniz qatlaşdırılmış süddən istifadə edirsiniz. Görürsünüz, qatılığını qaldıqca biraz bərkiyəcək. Bir bankaya yerləşdirib soyuducuya qoyacağım. Soyuducuda biraz özünü tutsun. Özünü tutandan sonra istədiyiniz peçenyaya, torta, korjlara, sadəcə çörəyin üstünə sürtüb çayınızla da içə bilərsiniz. Məndə burada biraz çox oldu, bankama yerləşmədi. Bunu soyuducuya yerləşdirirəm və davam edirəm. Bəs neyniyək ki, deməli, o biraz acığı dəyərləndirək. Nə var idi orada? Dediyim kimi kakao, qatlaşdırılmış süd, yağ və badam var məndə. Badamın qabığını soymadan əlavə edirəm. 3-4 dəfə basdıqdan sonra düyməni, baxın, bu hala gəlir. Bu hala gəlsə də içərisində iri dənələr qala bilər. Ona görə ələkdən keçirdirəm və yerləşdirirəm yerdə qalan, deməli, bu hazırladığımız kremin içinə qarışdırıram. Bir qaşığı da var orada, onu da əlavə edirəm. Yəni, cəmsi 3 xörək qaşığı bura badam unu və ya badam əzməsi, necə istəyirsiniz adlandırın bunu, qarışdırıb yenə də bankaya yerləşdirəcəm. Amma burada qatılıq fərqli olacaq, görürsünüz. O daha da qatılaşdı. İstəsəz bura biraz da yağ əlavə edə bilərsiniz. İstəsəz belə çörəyin üstünə çəkib yeyə bilərsiniz. Mən sizinlə reseptimi paylaşdım. Siz isə öz növbənizdə bəyəndinizsə like edin. Abunə deyilsinizsə abunə olun. Suallarınız varsa mütləq yazın. Mən cavablandıraram. Lakin indi bunu necə istifadə etdiyimdə göstərmək istəyirəm. Adicə çörəyi birazcık tosterdə quruda bilərsiniz və ya tavada qızarda bilərsiniz. Üstünə bıçağın ucunda kreminizdən çəkin və nuşcanlıqla yeyin. 2 peçenya götürüb arasına sürtüb onlardan pirojna düzəldə bilərsiniz və s. və s. İndidən hazırlayanlara nuş olsun. Şərqə xanımdan bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə. Xudahafiz.